Dostlar, bir xanım gördüm, kuryer. Deməli, bildiyim qədər ya 1 ya 2 evladı var. Kuryer işləyir. Qəflətən aldı. Belə yolda gedirdik. Açığı ümidsiz qayıdırdım ki, tapanmadı. Belə qabağıma çıxdı. Onun videosunu göstərəcəm. Mən yoldaşım şalvar almışdım. O şalvar yoldaşım üçün biraz böyük oldu. Mən ona verəcəm şalvarı. Bu kaskamı verəcəm. Sonra kaskamın eyni firma olaraq belə bir şərf verəcəm, balaklava. Bir icazə versə mən onun simasını göstərəcəm, icazə verməsə göstərməyəcəm. Amma çalışqan qadındır. İstanbul'daki maddi imkanı elə də yüksək deyil. Yəni belə o üçün bir-birimizə dəstək olaq, imkanlarımız daxilində. Məni pis başa düşməyin, xahiş edirəm. Məndə kaska var. Bəlkə sizə verim. Olur, olmaz. Məndən çox şey yoxdur, da cəmaatındır. Siz sürürsüz, işləyirsiniz? Bəli, bəli. Tamam. İstəyirsiniz kaska, bir də batinka var. Batinka gedək? Xanımın rəqəmi nədir? 37. Yox. Batinka. Yox, kaska oldu bəs üçün. Kaska mənim deyil, uşağımdır. Mən götürmüşəm kaskasını. Kaskasız qoymurlar çünki sürməyə. Hə, mən sizə verim, nömrəmi yazın. Prosta mən belə bir söz deyim. Sizin istəyirsiniz, mən moto sürənəm özüm. Simanızı qoymayacağam istəsəniz. Sadəcə mən istəyirəm ki, bu bir adət-ənənəyə çevrilsin. Ki, motosikl sürənlər öz kaskalarını kiməsə versinlər də, işlənmişlərini ki, kimə ehtiyacı var. Şüşəsi var, nəsə? Məndə var, amma şüşə məndə qaradır. Ha, olsun.